Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U12 Liqası Rekord Klub Azərbaycan Qartalları görüşünü sizlərə təqdim edirik. B qrupunun 8-ci turunun görüşüdür. Eyni zamanda turun diqqət çəkən qarşılaşmalarından biri hesab olunur. Mərkəzdən Rekord Klub topu oyuna daxil edəcək komandaların heyətlərini sizə təqdim etmək istərik. İlk növbədə bizlərə qonaq komanda Azərbaycan Qartalları göstərib onların start heyəti bu cürdür. Görüş başladı, bir daha iki komandaya bugünkü görüşdə uğurları arzu edirik. Qapıda 1 nömrə Qurban Məmmədov, 2 Timur Ağayev, 4 Sabutay İsmailov, 6 Turan Cəfərli, 8 Emre Dağtaş, 10 Kapitan Kanöz, 11 Rəsul Əliyev, 15 Səccad Dadaşlı, 20 Adil Məmmədov. Komandanın məşqçisi Anar Kazımov, klub rəsmisi təcrübəli futbol mütəxəssisi Abdülkadir Özdür. İndi isə Rekord Klub meydan sahibi bizlərə onlar göstərilib. Qapıda 1 nömrə Murad Şükürov, 3 Kamran Vəliyev, 8 Nihat Balabəyov, 9 İlyas Azadi, 10 Ömər İmanzadə, 11 Hüseyin Ağa Hüseynov, 13 Ömər Malikzadə, 14 Hüseyin Qarayev, 18 Kapitan Əbülfəz Nuri. Baş məşqçi Murad Quluzadədir. Qayda pozulur. Hakim bilir ki, Rəsul bu epizodda 3 nömrə futbolçu Kamrana qarşı qaydanı pozmuşdu. Topu isə Rekord oyuna daxil etməlidir. Hörmətli tamaşaçılar, hakimləri də sizə təqdim edim. Pinyaz Əmir Aslanov, Bəxtiyar Osmanovdur. Onlara da bugünkü görüşdə uğurlar arzu edirik. İləriyə doğru ötürmək izləyirik. Hüseyin Ağa topla irəliləyirdi, lakin 4 nömrə futbolçu Sabuday onun qarşısını kəsir və təhlükəni uzaqlaşdırır. Yenidən altdan top meydana tərk edir. Rekord topu oyuna daxil etməlidir. Bəli, qarışıq bir vəziyyət yaranmışdı. Qapıya zərbə qapçı. Hüseynin zərbəsini Qurban zərərsizləşdirir. Azərbaycan Qartallarının 1 nömrəli qapçısı Qurban Məmmədov. Yenidən bir qədər riskli ötürməklə hər şey burada Qartallar üçün. Yaxşı qurda daha bir zərbə qapçı Qurban Məmmədov. Bu topun qarşısını kəsir. Rekord hesabı aça bilərdi. Çox təhlükəli bir vəziyyət yaranmışdı Azərbaycan Qartalların qapısı ağzında. Gün zərbəsini izləyirik. İçəriyə doğru ötürmə, topu bu dəfə də uzaqlaşdırırlar. Daha bir gün zərbəsini Rekord yerinə yetirəcək. Daha bir içəriyə doğru ötürmə, yox, zərbə vurmaq alınmır. Adil topu uzaqlaşdırır. İndi Azərbaycan Qartalları sürətli əks hücuma çıxa bilərlər. Rəsul soldan sürətlə irəliləyir. 11 nömrəli futbolçu. Nihat onun qarşısını kəsmişdi. Hüseyin Ağa mərkəzli oynayır. Emre Rəsulla oynamağa çalışırdı. Out. Adil outdan topu oyuna daxil edəcək. Kan istiqamətinə ötürmə. Kan və ona qarşı qayda pozulur. Hakim cərmə zərbəsi təyin edir. Azərbaycan Qartalların 10 nömrəli futbolçusu Kan öz yerdə qalır və ayağa qalxaraq görünür ki, görüşü davam etdirəcək. Cərmə zərbəsini kim yerinə yetirəcək? Adil topa yaxındır. Kan hələ ki ağrıları azalmayıb, görək görüşü sona qədər davam etdirə biləcəkmi? Etirazlar var. Bəli, görünür cərmə zərbəsini zərər çəkmiş özü yerinə yetirəcək. Komandanın kapitanı Hakim indi onun vəziyyəti ilə maraqlanır. Görünür ki, hər şey qaydasındadır. Görüşün 12-ci dəqiqəsi oynanılır. Murad qapısında diqqətli 2 nəfər ibarət canlı. Sərt qrup hakim zərbəyə icazə verdi. Kanöz sol ayağı ilə içəriyə birbaşa qapıya zərbə və gol. Gözəl gol vurur Azərbaycan Qartalları görüşün 12-ci dəqiqəsində hesabı açır. Kapitan vurur. Türkiyəli futbolçu Kanöz gözəl zərbə indirir. Sol ayağı ilə təşəkkür edirik. Qüvvətli zərbə ilə topu rəqib komandanın qapısından keçirir.
Və bu vurduğu qol münasibəti ilə onu bu cür təbrik edirlər. Qolun təkrarı bir daha bizlərə təqdim olunur. Kaan öz sol ayağı ilə uzaq küncə dəqiq zərbə indirir. Kamran topu irəli vurur. Timur uzaqlaşdırmağa çalışır. Əbülfəz yox, zərbə indirmək imkanı verilmir onlara. Yenidən Əbülfəz, allaca hərəkətlər, qapıya zərbə vurmaq lazımdır, amma yox. Qapçı topun qarşısını kəsir, qarışıq bir vəziyyət var idi. Rekord hesabı bərabərləşdirə bilərdi. Adil irəli oynuyor. Kaan topun qarşısı kəsilir. Kaan öz görüşdə vurulan hələ ki tək qolun müəllifi Emre ekranlara gəlir. Eyni zamanda Rekord komandasının kapitanı Emre qapıya zərbə, qapçı topu qayıt. Kaandan daha bir zərbə topu qapının üstündən vurur. Təhlükəli zərbə izləyirik. Komandanın kapitanı Nihat Rekordun növbəti kün zərbəsini yerinə yetirəcək. Parmak ucu, sabah. İçəriyə yerlə ötürməyində zərbə vurmaq. Kamranın zərbəsi o qədər də təhlükəli alınmır. Timur topu uzaqlaşdırır. Geri götürmə. Rəsul topu bəli saxlayır. Rəsul çox sürətlidir. Artıq içəriyə daxil ol. Yerlə ötürmə yox. Zərbə vurmaq indi. Emre'nin zərbəsi qapçı topu qaytarsa da top qapıya daxil olur. Top istiqamətini dəyişsə də qolun adı dəyişmir. Emre Dağtaş fərqi 2 topa çatdırır. Azərbaycan Qartallarının 8 nömrəli futbolçusu. Amma burada Rəsulun reydini xüsusilə qeyd etmək lazımdır. Çox sürətli futbolçudur. Artıq onun təhlükəli keçidləri qolla nəticələnir. Və qapçı topu qaytarmağa çalışırdı. Lakin bu topun qarşısını kəsmək mümkün olmur. Və Kaan öz çox bəyəndiyim qol sevincilərindən birini bizlərə göstərir. Amma Ömər İmanzadədir bugünkü oyunda komandanın kapitanı. Rekord klub heyətində Emre, yox üzr istəyirəm, Kaan idi. Solda oynayır, daha doğrusu sağlı oynayır. Səccad Emre istiqamətini ötürmə. Emre daha bir təhlükəli hücum. Kaan qapıya zərbə və fərq 3 topa çatır. Emre'nin ötürməsindən sonra Kaan topu qapıdan keçirərək özünün ikinci komandasının 3-cü qolunu vurur. Görüşün 24-cü dəqiqəsinə təsadüf edir. Sol ayağı ilə tələsmədən qapıya dəqiq zərbə vurur. Kaan bu dəqiqələrdə onun meydanın istənilən nöqtəsində görmək mümkündür. Turan da oynayır. Turanın qapıya zərbəsi, qapçı Murad topun qarşısını kəsir və top meydanı tərk etmir. Səccad topu meydanı saxlayır. Amma Hüseyin Ağa out. Kamran topu oyuna daxil edir. Kaan gözəl hərəkətlə yadda qalır. Emre ondan ötürmə gözlüdür. Emre'yə ötürməni verir. Emre içəriyə doğru ötürmə, müdafiəçilər topu uzaqlaşdırır. Turan keçdi rəqibini. Rekord yox, əks hücum qurmaq imkanı alınmır. Qapçı var. Geriyə Qurban istiqamətini. Qurban yenidən topu Sabutaya qaytarır. Mərkəz istiqamətinə burada Kaan ötürdü. Solda Səccad sürətlə irəliyir. Hüseyin Voronun qarşısında Səccad qapıya zərbə. Bucaq altından qapıya zərbə vurmağa çalışırdı. Qapıdan zərbə ilə Rekord topu oyuna daxil edir. Emre Kaandan ayağla bir ötürmə gəldi. Yenidən Emre ilə oynuyor. Emre qapıya yox. Murad topu qüvvətli zərbə ilə irəli vurur. Bu dəqiqələrdə Rekorda bir qol lazımdır. İlyas Əbülfəzlə oynuyor. Sol cinaha doğru tutma. Qapıya zərbə. Top qapının yanından keçir. Hüseyin Ağa Həsənovun zərbəsi idi. Bu dəqiqələrdə bir qol hava su kimi lazım idi, amma hakim ilk hissəni bitirir, qısa faizliyə ayrılır.
Bizler vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. AFFA U13 Liqası rekord klub Azərbaycan Qartalları görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. İlk hissədə qapılara 3 gol vuruldu. Hər 3 golu qırmızı qaralar vurdu qapıya zərbə. Azərbaycan Qartallarından gəldi. Əvvəlcə Kan Gəlmə zərbəsindən fantastik qola imza atdı. Daha sonra Emre fərqi 2 topa çatdırdı. 3-cü gol da Kan özdən gəldi. Azərbaycan Qartallarının kapitanı. Hörmətli futbol azarkeşləri, turun cədvəl haqqında sizə məlumat vermədim. İlk hissədə ümumilikdə qarşılıqlı hücumlar. Emre fantastik bir zərbə, daha bir gözəl gol vurula bilərdi. Bu top qapıdan keçsəydi yəqin ki noyabr ayında vurulan ən gözəl gol ola bilərdi. İkincidən içəriyə qapıcı topu qaytarır. Daha bir zərbə yoxalır. Müdafiəçilər topu indi və Emre yerdə qalır. Hakim penalti nöqtəsini göstərir. 2 nömrəli futbolçu və hər iki oyuncu yerdə qalıb. Azərbaycan Qartalları gözəl bir imkan qazanıb 4-cü qolu vurmaq üçün. Və Kan deyəsən penaltini o yerinə yetirəcək. Emre ağrılar içində ayağa qalxır. Ümid edirik ki səhətində ciddi problem olmaz. Onu hər zaman meydanlarda görmək istəyirik. Azərbaycan Qartallarının pozitiv oyuncularından biridir. Penaltini isə kapitan 3-cü komandasının 4-cü qoluna yaxınlaşa bilər. Bəxtiyar Osmanov hakim bildirir ki zərbədən öncə heç kim cərimə meydançasına daxil olmamalıdır. Bəli, son hazırlıqlar görülür. Diqqətlər hakimdə, Kanda və Muraddadır. Bəli. 10 nömrəli futbolçu topa yaxınlaşır. Sol ayağı ilə qapıya zərbə və fərqi bir qədər də artırır. Xettirikə imza atır o bugünkü görüşdə. 4-cü qol vurulur. Turnir cədvəldən nəzər saldıqda biz rekordu 4-cü pillədə görürük. B qrupunda onlar 5 qələbə və 2 dəfə məğlub olmuşdular. Qonşu pillələrdə qərarlaşırdı. Azərbaycan Qartalları və rekord klub yəqin ki bu oyundan sonra artıq onlar arasında xal fərqi 6-ya yüksələcək. Bundan sonraki dəqiqələrdə rekord klubun 5 qol vurub qələbə qazanmağı bir qədər inandırıcı görünmür. Amma futbolda mümkünsüz heç nə olmadığını biz artıq dəfələrlə şahid olmuşuq. Emre keçdi rəqibin, Emre içəriyə daxil oldu, qapıya zərbə. Bu da Azərbaycan Qartallarının növbəti qolu. Emre Dağtaş daha bir qol vurur. Dublə imza atır özünün ikinci qolunu və Fuad Əliyevlə qol sevincini yaşayır. Emre Kagave'yə də bənzədirəm bu futbolçunu. Manchester United'in keçmiş oyuncusunun xatıradır bizlərə. Mərkəzdən top oyuna daxil ediləcək. Ruslan Məmmədli rekord klubun heyətində meydana daxil oldu. Rekord klubun heyətində 5 Əli Əzimli, 6 Şahi Qabalo, Ehmed, 7 Məhəmməd Murtuzov, 12 Ruslan Məmmədli, 20 Fatih İmanzadə. Onlar da artıq Ruslan meydançaya daxil olub. İndi geriyə Bülfəz buraxılan qollardan bir nəfərdən çıxıb daha bir zərbə. Topu qapının üstündən vurur. Real qol imkanını boşa verir rekordun 18 nömrəli futbolçusu. Çox təhlükəli və əla bir imkan qazanmışdı, amma Qurban bu topun qarşısını kəsdi. Təkrar zərbə isə qeyri-dəqiq olur. Bəlkə də bu qol rekord klubu bir qədər həvəsləndirəcəkdir. Və qayda pozulur. Rafael Ayvazlı 27 nömrəli oyuncu o da oyuna sonradan daxil oldu. 3 Binyamin Ramin Bayramov, 7 Bürhan Əliyev, 9 İsmail Bayramzadə, 19 Fərhad Balacızadə, 77 Cəbrail Namazov, 23 Elmir Özçelik, 29 Hüseyin Musayev, 12 qapıcı Əli Yarməmmədov. Onları da biz meydanda görə bilərik. Artıq Rafael oyuna daxil olub. 13 nömrəli futbolçu Ömər Malikzadə cəlmə zərbəsindən topu oyuna
daxil edəcək və topu qapının yanından vurur. Qurban. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, indi qapıya zərbə, top qapının üstündən keçir. Qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA-nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyevə təşəkkürümüzü bildiririk. Və 9 nömrəli futbolçu İsmail. Və top meydanı tərk edir. Bürhan Əliyev, Cəbrayıl Namazov onlar da artıq meydandadır. Turan mərkəzdə oynayır. Bəli, hakim qayda pozuntusunu qeydə alır. Azərbaycan qartalları daha bir cərimə zərbəsi vurma imkanı qazanıb. Kan özün qolu bir daha xatırlanır, amma Kan artıq əvəzlənib. Turan Cəfərli cərimə zərbəsini yerinə yetirəcək. Məsafə o qədər də uzaq deyil. Birbaşa qapıya zərbə də vurula bilər artıq. Mən deyərdim ki, oyunun taliyi artıq həll olunub və top canlı sədd edərək meydanı tərk edir. Cəbrayıl Namazov kün zərbəsi ilə topu oyuna daxil etməlidir. Adil ona yaxınlaşır. Və başladılar. Cəbrayıl. İçəriyə doğru ötürmə, qapıya zərbə İsmail. Daha bir gol vurur. Azərbaycan qartalları 7-ci golunu vurur. Rekord kluba növbəti oyunlarda uğurlar arzu edirik. Uşaq liqalarında nəticənin önəmi yoxdur. Əsas məqsəd uşaqların düzgün şəkildə futbolun sirlərinə yiyələnməsidir. İnanırıq ki, Rekord klub növbəti oyunlarda daha məzmunlu oyunla yadda qalacaq. Gəlin, Azərbaycan qartallarının daha bir hücumuzda qapıya zərbə. Bu dəfə də Rafael topu qapının üstündən vurur. Az öncə də onun zərbəsini izləmişdik. Azərbaycan qartallarını gözəl oyun münasibəti ilə təbrik etmək olar. Oyundan əvvəl hər iki komandanın daha gözəl oyun oynayacağını gözləyirdim. Amma bir qədər fərqli. Amma ilk hissədə Rekordun bir neçə imkanlar oldu. Onlardan istifadə edə bilsəydi, bəlkə də oyun başqa cür, başqa məcrada keçə bilərdi. Amma indi hal-hazırda fərq bir qədər böyükdür. Turan, Allahcı hərəkətlər. Qapıya uzaq məsafədən zərbə, amma nələr baş verir? Top qapıya daxil olur. Daha bir gol Rafael. Meydançaya daxil olduqdan sonra 2 zərbəsini izləmişdik. Bu dəfə isə topu qapıdan keçirə bilir. Artıq görüşün yəqin ki başa çatması daha yaxşı olardı. İsmail. Qartallar realdə pressing təqdim edir. Adil topu saxlayır. Turan. Turanın Allahcı hərəkətlər. Qapıya baxdı, zərbəsi və gol. Turan Cəfərli. 6 nömrəli futbolçu bugünkü oyunda öz golunu vurur. Bugün onu meydanın hər bir yerində gördük. Ümumilikdə bugün komanda şəklində Azərbaycan qartalları gözəl futbolla yadda qaldılar. Hörmətli futbol azarkeşlər, artıq görüşün sonlarına doğru gedirik. Azərbaycan qartallarının qələbə münasibəti ilə təbrik edirəm. Rekord kluba isə bundan sonraki oyunlarda uğurlar arzu edirəm. Amma rubrika sadiq qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşısı seçirəm. Rekorddan 3 nömrə Kamran Vəliyev, oyunun ulduzu isə Azərbaycan qartallarının
Oyunun ulduzu isə Azərbaycan Qartallarının 10 nömrəli kapitanı Kaan Özdür. Hörmətli futbol azarkeşlər, artıq bizə ayrılmış vaxt burada başa çatır. Sağ olun, sağlam olun. Timka.